Kosallı Şadlıq Sarayının rəhbərliyi avtomobil hədiyyə edib. Restoran ənənəvi olaraq öz toy mərasimlərini burada keçirən cütlükləri sevindirməyə davam edir. Belə ki, 2025-ci ildə burada öz şad günlərini təşkil edən cütlüklərin iştirakı ilə lotereya keçirilib. Qardabani Bələdiyyəsinin Kosallı kəndində Şadlıq Sarayında əsl bayram ab-havasında baş tutan lotereyada cari ildə toy məclisləri burada baş tutan cütlüklər, restoranın əməkdaşları, həmçinin Azərbaycanlı və Gürcü qonaqlar iştirak ediblər. Musiqili rəngarəng konsert proqramı ilə davam edən tədbirin sonunda lotereyanın qalibi müəyyənləşdirilib və bir cütlük Nissan markalı avtomobil qazanıb. Onur Aytaç. Onur Aytaç. Onur Aytaç. Çox xoşbəxtlik, çox sağ olun. İlk öncə Zakir müəllimə təşəkkürlərimi bildirirəm. Hər kəsdən Allah razı olsun, hər kəsə vururam. Çox sağ olun. Onu da bildirək ki, bir neçə digər cütlüyə də müxtəlif hədiyyələr təqdim olunub. Restoran rəhbərliyi isə təşəkkürnamə ilə təltif edilib. Xatırladaq ki, ötən ildə Kosallı Şadlıq Sarayında lotereya keçirilib və burada toy məclislərini keçirən cütlüklərə pul və qiymətli hədiyyələr təqdim edilib. Restoran rəhbərliyi növbəti illərdə də bu ənənəni davam etdirəcəklərini bildiriblər.